Salam əziz şagirdlər, olimpiyada hazırlaşanlar. Bu keçən ilin 7-ci sinfinə düşən olimpiyada sualıdır 2024-2025-ci illərdə. Deməli sual bundan ibarətdir. Deyir ki, 20 dərəcədə 100 milli suda X maddəsi 60-dır, 60-da 80-dir və 60 dərəcədə X maddəsinin 90 qram dolmuş məhlulu 20 dərəcədə soyudulur və bu zaman neçə qram X maddəsi məhluldan ayrılaraq çökər? Deməli, bunu necə hesablayacaq? Deməli, burada 100 milli sudan gedirsə söhbət əgər, 100 milli su varsa, 100 milli su üstünə gəlirik 80 qram maddə, düzdürmü? Eləyir 180 qram birinci məhlulumuz. Yəni, bu məhlul 60 dərəcədə 180 qramdır, düzdürmü? Və bu məhlul gəlib 20 dərəcədə, deməli, olub ki, 100 milli suda üzərinə gəlirik 60 qram olub. 60, düzdürmü? Eləyir 160 qram məhlul. Deməli, 60 dərəcədən 20 dərəcəyə soyutma olanda nə qədər məhlul çöküb? 20 qram məhlul çöküb. Doğru mu? İndi yazırıq burada. Burada isə yazır ki, 60 dərəcədə 90 qram doymuş məhlul 20 dərəcəyə qədər soyutduqda neçə qram məhlul çökər? Yazırıq. 180 qram məhlul soyudulanda gördüyünüz kimi 20 qram maddə çökür. Yaxşı, 90 qram məhlul soyudulduqda neçə qram maddə çökər? Bu da eləyəcək 10 qram maddə çökər. Aydın oldu uşaqlar. Deməli, 60 dərəcədə 100 qram məhlul, 80 qram maddə 180 qram məhlul oldu. 100 qram su 60 qram maddə ilə 160 qram məhlula çevrildi. Yəni 20 qram çökmə baş verdi. Deyirik, 180 qram məhlulda 20 qram çökmə baş verirsə, 90 qram məhlulda neçə qram çökmə baş verir? Bu da eləyər 10 qram.